Giper'te bugün oyuna dediklerine göre taze güncelleme gelip birinci bu bıçağı açarsak inşallah 1000 qızıl düşer ama düşmesi o kadar çətin. Ne olur güzellik bu sesi attınız. Bilirsiniz gəlmən əlaqəm yoxdur. Ha, bir tane de bir belə şey gəlib. Bakın Çin bu Çin aracı kimi, yani Çin maşınları diye bir şey gəlib. Tabii ki de burada 5 gün sonra istifadə edə biləcəyik. Mən əvvəl bunu çəkmək istəmişdim. Yəni dünən baxmışdım da. Ama məndə bunların hamısı olduğuna görə iki açara gedəcəm əlbəttə ki. Onu da inşallah Allah'ın izniyle yığarıq. Yığdığım videonu da sizə ataram. Və bugün həm var tanrım da standoff çəkəcəm. Standoffda təzə silah almışam. O da sürpriz olsun. İndi standoff oynamayacağım. 20-25 dəqiqə var tanrı oynayacağım. Bir 30 dəqiqə, 35 dəqiqəcək standoff. Bu 52'dir. 2 dəfə eləyə bilərəm. Nəyə ala bilərəm? Kavaya. Yoxdur. Bu kava 220. Həm bilirsiniz nə yığıram, həm obyektə yığıram 120. Çünkü 568'dir. Haradasa 2 də alsam bitir. Hem de bunlar niye geldi veya bu nedir? Yani bunlar hakkında məlumat verəcəm. Deyim de bunlar niye geldi? Bunlar aslında Çin ölkəsinin keçirdiyi bir bayramdır. Bu yani hem bu Çin'e götürürlər. Bakın burada bu avatar, bu məndə var. Her şey məndə var. Neyse. В общем, bura mənim fikrimcə biz bunları eləyəcəyik. В общем, burada gördüğünüz kimi limitli değil. Yani birini aldınız, orijinal ekipmanların tedarik hatlarına altınla güçləndirin. Ha, bildim ne demek istəyir. Yani İndi niye 2 asarda güldüğümü diyeyim, çünkü iki açardan sonra bunu aldım. İndi size bunu deyəcəm. Necə bu indi bu 2'ye geldi. O Toğrul bunu necə elədi? Hamısını bir deyəcəm. Bu arada diyeyim, bir açarda bunun iki adet açın 50. Mesela ben istersen bunu istiyorum yani. 7.6%. Bu da 7.6%. Qızıl da düşse sevinərəm. Yani sevinmeyeceğim bir alay yok. Yani bir de sevinmeyeceğim burada bu T80 UK'ya düşmələri. Bu şablonlar. Yoksa bu düşse belə mən baxın, bu düşse belə mən sevinərəm. Niyə? Denək olur. Çünkü demək olar mausul lotareyası elə bil qanimetlər historic tropical onlar gələndə tanklar da gəlir. Yəni bildiğiniz bütün tanklar. Yəni baxın Çin buradan belə gəlibdi. Məsələn, mən bu dəqiqə necə deyim, bunu aça bilərəm. Ya da 300 qızıl yığım bunu aç. Yəni Kılıcı 83 lazım değil çünkü məndə var. M4A4 sonra hamısını açmağı düşünürəm. Kılıcıya heç ehtiyacım belə yoxdur. Çünkü malca davranmış olaram. Yəni məntiqsizcə davranmış olaram. Bir de bu nədir bu? Bunu istedim ben. Ha bir de afatem var ya benim. Bir de
diyorum? Afetem doğrudan ya. Benim afetim hanım afete. Afete. Yo Rus'taydı. Yoktur bu. Ha dedi buradaymış. Korktum elə bil yoxdur. Bu PTZ 89. Yəni 440 mm. Onun əvəzinə məsələn M2 modernamız var, onun daha yaxşıdır. Məsələn, ya da bu eləmişəm onu. Bir də bu anten erişim var dostlar. Yəni platininiz varsa məncə deyim, məncə bir dəqiqə bura deyildi. Məncə biraz buna xərcləyin. Mən elə çox demirəm, amma xərcləyin yəni. Gördünüz 8 ədəd tank var. Və hər açılışda 60 gold hədiyyə verir. Gördüyünüz kimi. Mən buradan istədiyim bir dənə alkalitdir. Deyil. MBT bundan çox qırır ki. O da Çinindi. Ama bunun raketi var, atacağım. Bu 580 değil. Bu eyni qırır. Pardon, mən şeye baxmışam. Yani MBT də göstərim də yəni. Eyni. 125 ay ve de ya da bu. Yani eyni. Ve burada ihtiyacım olduğum tank yoktu. Yoktu. Çünkü demək olar yarısını açmışam. Ama en axır demək olar dostlar, əslində burada ihtiyacım olanlar kesin. Bir de bu nədir? T3485 GL gəlib. Demək T3485 alır. Prosto başına planet tapıblar üstündə. Yəni qırmaq. İndi bir də T3485'e baxaq. Görürsünüz ki. Eyni. Eyni. Burada mən oynamalıyım. Yani bunları da almağınız yaxşı olur. Çünkü yani bir gold, elə bir gold kart. Yani bildiğiniz hardası 90 gold zad da elə bil. Burada göstərebilirim. Yok, göstəremiyorum. Baxın. Wow, ha. Ben bu baxın 90. Yani mənasız. Məncə də platinlər bizi buna heç vaxt xərcləməyin. Baxın. Bir War Thunder'ı 2-3 ildə oynayıram hardasa. Yəni heç vaxt mənim platinim olmuyubdu. Əvvəlki illəri saymıram. Çünki əvvəl bilmirəm. Deyim də təxmini deyirəm. Təxmini. 6-1 ay arası. Mənim maksimum deyəcəyim odur. Yəni başqa heç cür. Yəni onlar 6-7 ay. Bunlar da bezdirib durur məni. OMD ilə Okanın da nə fərqi var? Bir dənə də bunu açmışam. Bunu demişdim. Bir de bu belə vəziyyətə gəlir. Bu niyə belədir? Fiyat aşağı indi. Ya da mənim gözümdə elədir. Çünki məsələn bu bildiğiniz kimi neyse.
Bunlara baxaq. 2 ev. Buraya 300 qızıl yığıb bunu aça bilərəm. Amma əgər 3400 qızılımız varsa, indi məntiqi olaraq düşünürük. Almana keçməyin. Heç vaxt Almandan bir şey heç vaxt olamaz. Yəni belə ölkə olaraq pisləmirəm. Yəni bəziləri ilə başa düşə bilər, amma buradakı tankların, yəni elə bilərlər ki, indi Almanya çox pisdir, nə bilim. Yəni belə heç əlaqəsi yoxdur. Yəni onları bir kərə deyim də, yəni tankları məsələn yaxşıdır. Məsələn Leopard 2 A4, Leopard 2 A5, Leopard 2 A6. Məsələn bunlar elə belə gedir. Məsələn elə deyə bilərəm, hər şey deyə bilərəm. Yəni məncə düşünəcəyim Amerikanlardan M50 olar. Çünki 6 dənə puşkalı yaxşıdır. Yəni 1 kilo 65 qram bomba var. Yaxşıdır. Amma bunun şeyi də var. Heç nə demirəm amma. Nəysə, mən danışmayayım o bundan. Ya da belə aşağı səviyyəsini sizə M4A1, M4A4 sağ 50 ala bilərsiniz. 240 məsələn. Sherman EC var. Firefly 190. Bunlar yəni mənasızdır. Məsələn, əgər yəni bildiyiniz, baxın, Pantera G, yəni Pantera tutan indi F-lə və D-ni açsanız elə buna bərabərdir. Yəni bir dənəsi. Ferdinand'a gələndə isə vopşun bir dənə indi burada fiyatınız açıq olsa, oradasa Ferdinand'ı 1-2 gülləyə partlada bilərsiniz. Həmçinin də Tiger NR150. Bu ayda bunun adı Tiger köpəyidir. Bu indi götürdülər elədilər. Nə bilim NR150, Tiger 2 Henschel. Yəni bunu da açsanız, bu da yaxşı tankdır, amma qırmaqda biraz problem var. Tiger Henschel, yəni SLA 16, SLA 16 belə deyim. Dostlar, indi sizə bir dənə söz deyəcəm. Bu Tiger 2, yəni Henschel bayaqki göstərdiyim 2 sadə. Bununla nə fərqi var? Tiger 2, SLA 16. Nə fərqi var? İndi deyəsiniz ki, dostlar, indidən deyim, bunların heç biri qorumur, nə də bir şey eləmir. Tək fərq benzin. Yəni burada dizel istifadə edə yəni Tiger 2 SLA 16-da dizel. Amma Tiger 2 Henschel'da isə prosto sadə benzin istifadə edir. Yəni dizel benzin sadə benzindən daha yaxşıdır ona görə. İndi savaşa girək. Mən çünki dəqiq eləmək lazımdır da. Yəni mən necə deyim, bir şey eləməliyəm. Yəni 2 açarı almalıyam, özdə mütləq almalıyam. Yəni bilirəm, indi 5 gün indi. Yəni 6 gün, 7 gün zat qalır. Gəlin mərətə olmuşsan. Çünki səs də dəyişdir. Gözdən mən belə ayarda qoymamışdım hatta. Mən bu şeyləri çok üzülmemiştim hatta. Hem de bunlar fazlalaştı. PK'da biraz kaldı. Görüyorsun şimdi hadi kapattıyorum. Ben şeyi koşmamıştım hatta. Nişancığı göster.
Olar deyəcəkdim. Olmadı. Adamın artıq belə dar gəlir. Mən belə daha şeylər eləməm lazımdır. Dar gəlir bunlarla. Onu eləyəcəm. Baxın nə dostlar, yəni onlara cəzanı uzaqsınlar. Wow. Və özüm də ölürəm. Baxın, belə onlara əsəbləşməyən bir insan dünya üzərində yoxdur. Yəni bunun da tutulub niyə bilmirəm. Yəni War Thunder'ın burada öz xoşuma gəlmədi. Yəni məsələn bu daha elə bir güzəllikdə idi. Bu belə idi. Sanki heç də bu kim deyə çiftəyim. Bu burada değildi. Bu boydaydı hardasa. Bu buradaydı. Ha. Bana daha büyükler lazım. Ben de bu şir balacalaştıracağım. Ben buradan kaçabilsem. Bakın yani ya bir turda oynayacağım çünkü indi düşünün de şeydi anladı karşımıza bir tane blogger çıxır ve mənə partladı. Hoşuma gelmedi bu dövüş, hiç hoşuma gelmedi ve bu yani əsəbimi elə pis oynadır ki. Bu niye aldım dostlar, indi fikirləşirsiniz. Çünkü alabildim ki esmən lazım. Bakın gördüğünüz gibi aldım. Ve bu da. Yani çünkü bu belaydı. Evet. Yani. Takıldı. Yani bildiğimiz onun üstünde kızılım gelir. Bu platin sevkiyatı için hiç vaktini alanmaram. Platin sevkiyatı. Yani altın sevkiyatı için ekipmanları tedarik etmenin altın modüsündür. Bildiğimiz goldumuz buna gelir. Çin Fatih Max istiyor. Ya bu o da Max istiyor. Max olmaz. Max. Başka kim var ya? Bu Max olacak. Məndə başqa tank yoxdur. Məndə başqa tank yoxdur. Şeyinə baxmasaydı. Ay Allah. Zaten 96 yani bildiğiniz normal zaten 96 yani başka hiç ne fark yok. Belə deyim mən sizə. İndi bu ben hələ gönlüm buradadır. 400. Bunu bilirsiniz, ne bilərsiniz?
Baxın bunu T72 A səviyyəsində belə əla istifadə eləyin də. Yəni götürün istifadə eləyin. Yəni bildiyiniz hardasa Leopard 2'nin səviyyəsində götürün istifadə eləyin. Heç almadım ya bunları. Tələm tərəsi video açdım. 400 biletimiz ucu var. Yəni 400. Bundan qaldı. Hardasa 400'dən 1250 çıxan, hardasa 800 qalır. Yox, 800 250. 800 250. Neyse. Yani bildiğiniz bunu burada değil, şu anca altınla gizləndir. Onu da alacaq dostlar. Yani 500 gold ona verməyin mənası yoxdur. Yəni 100 min. Bildiğiniz pulum buna satır. 1 milyon 200 bin 125 bin. Ne yapacağım? İndi keçirik standofa. Keçdim dostlar. Ve sürpriz dediğim an geldi. Yani 21 dakika 22 dakika kaybediyorum. 22 dakika. Yani ve hiç goldum qalmadı. Hiç goldum qalmayıbdı. Ama yaxşı şey almışam. Ve dostlar 172 golda full envanter düzmüşəm. 3 tane də Star Trek düzmüşəm. Açılsan yediyəcəm. Gördüğünüz kimi Lizard aldım. Yani sürpriz buydu, Lizard. Yani Lizard'ın da bir şeydi də. Yani Lizard da xoşuma gəlirdi. Dedim alım. Yani ne gözümüş bunu. De burada 3 tane de Star Trek. 3 adam öldürme. Bu da qalxdı. O 6 tane öldürdü. Yani hələ təzə almışam. Yani çok da oynayamam. Yani bir dakika. Neydi? Bir de Sour aldım. Çünkü Sour istiyordum ha. Ama bu şart koleksiyondu. Ve indiki hedefim, yani indi bu dəqiqə mən Silver'i istəyirəm. Yani bildiğiniz şey var idi. Phantom Weapon Box, yani Dibrek, Seaglint, Solis, Vopşam, bu belə. Bu en sevdiğim başarı budur. Avayan vampir. Diğer yumurtasındır. Sticker Knight mi? Yani Fable da alabilirdim. Ben onun yerine Tida'yı almışam. Yardı. Xoşlamıram çünkü yardda mən oynayamıram.
Mən çox qəşəng oynadığım yerlər Pool'dur, bir də Calway'dir. Yəni Calway'də bəlkə də Pool'dan çox udmuşam. Yəni basseyndə Pool. Və hələ də niyə gözlədiyini heç bilmirəm. Saat 6'dır yani. Dostlar bağlantıdandır. İndi bir dəqiqə çözüb gələm. Dostlar təkrar çıxdım. Girdim. İndi girirəm. Yəqin ki olar da. Duel eləmək istəyirdim. Yəni bildiyiniz internet də yaxşıdır. Duel seçdim, Pool gəldi. Bu da onun kimi olacaq yəqin. Sunuculara da hemen sırası dükkan hep bayısına. Yani çəkmək istəmişdim, başıma gələnə bax yəni. Neyse. Belki bu desirdik olan şeyi satayım. Just. Bir tane de Lion Lord'u. Desert Eagle'dan aradası belə çıxdı 23. Yusp 2 gold. The Lion Lord. Bu da 70 gold zad. Master'ın ha bunu geçirdik. Birinci de şok. İlk vaxtım ilk aldığım vaxt idi bu. Sonra şapşatlar aldım. Hayda. Sonra 50. level olmuştum. Sonra 53 oldum. Nerede bu kızıl show çarım AVM Cold Blooded buradadır. Neyse dostlar ben giremedim bura. Yani bu oyun bulundu yazır. Bridge'de belə də indi. Sonra da bilmirəm.
Hə, gəldi bir dənə də. Yəni olmur. Neyse dostlar, məndən bu kadar. Sağ olun, salamat qalın. Bir dəqiqə, mən bir də şeydə baxmaq istəyirəm dostlar. Fenafal Imperium da gəlib ki. Ha, neçədir? 50 gol həyatımda vermərəm. Sonra bir dənə Ice Storm var. Cəhənnəm olsun. Bu heç. Ha. Steam Beast. Ice Storm ona görə. Deyəm. Ay, sən al. Götürüb karbon almaq istəyirəm. Ice Storm 20 gold. Həyatımda belə vermərəm ona. 20 dənə gold. Sonra bir dənə Beratos gəlib. Bir dənə Deagle gəlib. Deagle Gambit. Sabit. Avuçur. Ne var gələndə qorxdum Arctic Como. Bəs Star Trek-i neçədir? 11 gold. Ha, Windflower geldi. Başka. Windflower, ana Wildflower. Neyse. 1.5 gold. Bir milyondan xoşum gəlir mənim. De gördün avuçur. Bu Türk kimdi? Yok. Yani bildiğiniz Malart Pro Gold'du mesela. Götürürler şey eləyirlər. Wildflower ama bildiğiniz şeydi. Çok sanki geldi. Karambit. Neyse. Dostlar benden bu kadar. Davay sağ olun.